Salam əməkdaş dostlar, istəyirəm bu videomda sizə Fragmenterdən necə pul qazanmaq olar və bu gələcəkdə bu bizə hansı imkan verə bilər, buna baxaq. Fragmenter özü ümumiyyətlə Telegram, belə deyək də, bir növ Telegram platformasının NFT marketplace-idir. Hardan ki siz həmçinin ulduz da ala bilərsiniz, premium da ala bilərsiniz və gift ala bilərsiniz. Bu giftlər kiməsə hədiyyə etmək üçündür və yaxud özündə də saxlaya bilərsən. Əsasən mən bu ümumən niyə bu videonu çəkirəm, o haqqda demək istəyirəm, sizə qısaca əvvəldə məlumat verim. Daha öncə aldığım məsəl üçün 3 dollarlıq bir NFT-nin bugünkü gündə 13 dollar olması məni həqiqətən də bir növ belə deyək də bir növ təəccübləndirdi ki, hə nə yaxşı. Amma məlum oldu ki, bəli, bu NFT-ləri kimlərsə özü üçün alır, öz Telegram səhifəsini bəzəmək üçün və bu məsələlər üçün əsasən gözəl səhifə yaratmaq üçün ümumən də belə Telegramda istifadə etmək üçün alırlar. Və bu NFT-lərin gələcəkdə, yəni uzun müddətli gələcəkdə yaxşı qiymətə gəlib çıxacağı mümkün ola bilər. Mən B-Day elə belə burada seçirəm, başqa NFT-lər alacağıq. Baxın, mənim öz profilimdə artıq bir dənə B-Day var və görürsünüz burada hər bir şey göstərir, qiyməti falan peşməkan. 6 dollar yazır burada, amma əslində artıq NFT Marketplace-də qiyməti daha yuxarıdır. Və biz əsasən baxacağıq NFT halında almaq var, ulduz halında almaq, yəni ulduz qarşılığında almaq. Biz alacağıq NFT halında ki, tam olaraq artıq müəllif hüququ bizə aid olsun və NFT tam olaraq bizə aid olsun. Bu NFT-nin ümumi sayı 338 min dənədir. 338 min dənə bu NFT-dən var. Və hal-hazırda qiymətləri bax budur. Mən indi tam olaraq telefon versiyasından istəyirəm bunu eləyim ki, çünki zaten hamı telefonla eləyir. Tonkeeper lazım olacaq bizə. Tonkeeper Tom Wallet'dir, yəni Tom cüzdandır. Bu cüzdan bizə lazım olacaq əsasən və bu cüzdanda biz artıq görürsünüz balans var və Tonkeeper vasitəsilə biz necə alıb həmçinin də Telegram səhifəmizə necə qoşa bilərik bu NFT-ləri ki, Telegram səhifəmizdə də həmçinin gözəl belə deyək də oformleniya, yəni bir növ belə deyək də gözəl görünsün. Browser bölümünə gəlirik biz. Burada Fragmenteri biz özümüz tapa bilərik. Buradan baxın belə axtarış yerində də yaza bilərik, amma mən tapıram. Baxın Fragmenteri tapdıq. Daxil oluruq Fragmenterə, Connect ton eləyirik və kaşlyoku qoşmaq, cüzdanı qoşmaq. Məndə cüzdanda 4 dənə sıfırdır parol, çünki bu zaten tək mənim telefonuma aid olan bir paroldur. Və burada görürsünüz biz username də ala bilərik, nömrələr də ala bilərik. Xatırladım ki, baxın bu nömrələrin hal-hazırda qiyməti, hal-hazırda baxın for sale 1800 tondur. Bu hardasa 2300-2400 dollara yaxın pul eləyir. Bu nömrələrdən şəxsən məndə olub vaxtı ikən mən almışam 9 dollara, satmışam 18 dollara falan və düşünmüşəm ki, nə yaxşı profit tutdum. Amma bu nömrələrin hal-hazırda qiyməti kolosaldır. Və NFT-lərin də qiyməti ola bilər ki, yaxın gələcəkdə qalxa bilər və yaxud uzaq gələcəkdə qalxa bilər. Həmçinin baxın Gifts bölümündə həmin NFT-lər dediklərimiz görürsünüz burada 48 min tona var, 30 min tona var, bahalı hədiyyələr. Stars bölümündə biz özümüzə ulduzlar ala bilərik və Telegram Premium bölümündə də biz həm özümüzə, həm də hansısa bir dostumuz üçün premium ala bilərik. Fragmenter yəni çox bu baxımdan çox əlverişli bir yerdir. Kart qoşmağa və yaxud hansısa bir, nə bilim, kart məlumatlarını yazmağa ehtiyac yoxdur. Hansısa əlavə komissiyalara ehtiyac yoxdur. Sadəcə ton alırsan, Tonkeeper balansı var, qoyursan və ondan sonra başlayırsan öz fəaliyyətini göstərməyə və öz işi görməyə. Burada biz ən aşağı qiymətdən yuxarı qiymətə seçirik ki, bizə ucuz NFT-lər gəlsin. Force sale vururuq və hal-hazırda burada ən ucuz 3 dənə NFT var ki, hələ ki 4 tondur qiyməti. Ondan sonra NFT-lərin artıq 5 tondur qiyməti. Təbii ki, bu yolla da siz ucuz 1-2 NFT ala bilərsiniz və yaxud hansısa NFT-ni konkret seçib ala bilərsiniz. Məsəl üçün gələ bilərsiniz ki, siz deyirsiniz ki, mən iminini B-Day istəyirəm. Məsəl üçün B-Day seçib, məsəl üçün B-Day, Happy Birthday var. Bunlardan ala bilərsiniz. Məsələn, və yaxud digərlərin həmçinin də baxın, ləğv eləyə bilərsiniz filtri və filtr vasitəsilə qoşub hansını istəsəz, təbii ki, desk kalendar, məsələn, məndə olan NFT-nin qiyməti 10 ton olan NFT-nin qiyməti, baxın, desk kalendarda hansılar ki, satışda var və görürsünüz, burada artıq bir neçə dənə 10 tona var, ondan sonra qiymət biraz qalxır. İndi baxacaq görə nə olacaq, nə olmayacaq. Biz indi ən ucuzlardan alacaq və bunu sadəcə olaraq demonstrativ xarakterdə edirik ki, görək necə olur. Baxın, burada 4 belə bir maraqlı bir qazan var, içində nəsə belə bir... Baxın, belə bir maraqlı NFT-dir, animasiyalı. Biz bunu ala bilərik. Hal-hazırda 5 dollar 57 sent eləyəcək. Bu for ton eləyirik. Bizdən təbii ki, login istəyir. Bura biz Telegram səhifəmizdə qoşmalıyıq. Mən indi Telegram səhifəmi də bura qoşum. Öz Telegram nömrəmi daxil edirəm. Məni, belə deyək də, Telegramma gələcək indi məlumat ki, nömrəvi təsdiq elə. Bunu edirəm öz telefonumdan, mobil telefonumdan təsdiq edirəm. Bəli, Telegram hesabımızı mütləq
Bəli dostlar, uzun bir zırıltı və araşdırmadan sonra başa düşdüm ki, burada 0 seconds yazılıbsa, deməli bu artıq satılıb deməkdir. Ona görə 0 seconds yazılıb. Bizdə ən əlverişli hal-hazırda baxın 4 gün ömrü olan, baxın belə bir çiyələk var və davamı burada marojnalar falan var. Gəlin bunlardan birini almağa cəhd elə. Çünki baxın, burada 0 second yazılıbsa, deməli bu satılıb. Bunu artıq biraz gec də olsa başa düşdüm. Və burada görürsüz belə bir qiyməti göstərir ki, 6.96 buy for 5 ton coin. Baxın görürsüz hər şey qaydasındadır, səhv çıxmır və təsdiq eləyirik. Təsdiq etdikdən sonra parol daxil edirik və beləliklə bizim həmin bu NFT artıq bir növ alış istəyi göndərdi və də balansımızı yeniləyək baxaq görək. Bəli, balansımızdan çıxdı və biz kolleksiya bölümündə də bu NFT-ni görə bilərik. Budur dostlar, NFT-mizi artıq kolleksiya bölümündə də görürük və biz bunu yəqin ki Telegram vasitəsilə birbaşa öz hesabımıza qoşa da bilərik. Bunu da indi yoxlayaq görək necə olur. Deməli dostlar, hədiyyəni aldıqdan sonra baxın burada sadəcə olaraq Telegrama heç girmək lazım deyil. Burada sadəcə olaraq baxın My Assets bölümünə giririk, yəni mənim NFT-lərim. Burada Gifts bölümünə giririk və Transfer to Telegram vururuq və təbii ki burada məsəl üçün Telegram username-imizi yazırıq. Məsəl üçün Move to my account vururam, yəni mənim öz hesabıma getsin və yaxud hansı Telegrama bağlamaq istəyirsə NFT-ni həmin Telegrama yaza bilərsiniz. Send this NFTs və bunu vuraraq biz həmin NFT-ni artıq birbaşa Telegram hesabımıza qoşmuş və göndərmiş olacaq. Burada görürsünüz 13 sentdə komissiya tutur təxmini bu əməliyyatı yerinə yetirmək üçün blockchain komissiyası tutur və bunu da göndəririk indi öz Telegram hesabımıza qoşuruq daha doğrusu. Buradan bilmirəm bu sıfırlanacaq yoxsa yox, amma biz bunu əsasən belə deyək də Telegram hesabımıza qoşmaq üçün göndəririk. Telegram hesabımıza göndərdikdən sonra artıq Telegram hesabımızda bu bizim görünməli. Telegram bağlayaq, təzədən açaq. Bu da dostlar gördüyünüz kimi həmin bu Scam NFT, hansın ki adı sanı bilinməyən NFT, bu artıq bizim hesabımızda göründü və burada Telegram hesabımızda göründü. Biz bunu səhifəmizə pin də eləyə bilərik ki, maraqlı görünsün. Baxın, pin eləyə bilərik və bizim səhifəmizdə artıq bu NFT də baxın belə bir hissələrdə görünməyə başlayacaq. Belə bir maraqlı bir baxın görürsünüz B-Day var, burada NFT var və bunların bir çoxunu pin eləyə bilərik. Bax belə bir maraqlı bir səhifə yarada bilərik özümüzə. Belə bir sadə bir şeydir, çox bir çətin bir şey deyil əslində. Bu NFT-nin nə dərəcədə yaxşı bir NFT olduğunu mən yalan deyərəm. Çünki mən yenə də deyirəm, ən ucuzunu aldım. Çalışın ki, heç olmasa bilinən və yaxud özünə hörmət edən NFT-lər alın. Axtarın, tapın yaxşı özünə hörmət edən NFT-lər. Yəni hər zibilə almaq olmur. Mən B-Day alacam yenə də. Hazırda düzdür, qiyməti biraz yüksək olsa da mən B-Day yenə də alacam. Burada görürsünüz, baxın hansı NFT-lər var. Ucuz qiymətə, yəni 1 tona falan satılıb daha doğrusu bunlar. For sale-də 5 tona zada var bunlar. Görürsünüz, satışda var. NFT çoxdur ümumiyyətcə burada. Hansınısa seçib ala bilərsiniz təbii ki.